hörmətli izləyicilər, Prime Sports Arenadan canlı bağlantımız davam edir. Neftçi İmişini 6-0 hesabı ilə məğlub etdi. Komandamız inamlı qələbə qazandı və hazırda yanımda futbolçumuz Breno Almeida adı maçda hesabı açdı. Breno və Neftçidəki ilk qolunu da vurdu. Həm qələbə münasibəti ilə, həm də ilk qolu münasibəti ilə təbrik edirəm. Oyunla bağlı nələr deyə bilərsən? Qol vurdun, nələr hiss edirsən? O sentimento é o melhor possível. Ən yaxşı hissləri keçirirəm hal-hazırda. Primeiramente, quero agradecer a Deus İlk öncə Allaha təşəkkürümü bildirmək istəyirəm. e a todos que me abraçaram desde que eu cheguei aqui para fazer bom trabalho. Və burada məni ilk gündən yaxşı isti qarşılayan bütün insanlara, komandalaşlarıma, hamıya təşəkkürümü bildirmək istəyirəm. Estou muito feliz de fazer meu primeiro gol pelo Neft. Nefsi ilə ilk qolumu vurduğuma çox sevinirəm. O sentimento é o melhor possível. Və Obrigado, Deus. hal-hazırda deyərəm ki, ən xoşbəxt adamlardan biriyəm. Komandaya ən son qoşulan futbolçudur və artıq 4-cü oyunu idi ki, əsas heyətdə meydana çıxmışdı və bugün artıq nəticəsini göstərdi. Deyə bilərim ki, artıq komandaya tam olaraq uyğunlaşıb. Nəzərə alsaq ki, qarşıda da milli fasilə gəlir və bunun üçün daha da çox vaxt olacaq. Chegou a Nefti os últimos, sabe, nesta janela. Jogou vários jogos, mas este jogo você conseguiu demonstrar tua qualidade. Podemos dizer que você já está adaptado para Nefti ou ainda precisa mais tempo? Sim, acredito que pouco a pouco a gente vai se adaptando mais. Və inanıram ki, günə-gün yavaş-yavaş daha da çox sürətləndirirəm adaptasiyanı. Como disse, eu estou muito feliz aqui e agora continuar trabalhando mais para mostrar mais ainda. Bayaq vurguladığım kimi çox xoşbəxtəm, çox sevinirəm burada olduğuma. Bu da mənə daha da kömək olur ki, daha da tez motivasiya olunur. Tez adaptasiya olun. Və həmçinin daha bir futbolçumuzun isti fikirlərini öyrənəcəyik. Bu komandamızın kapitanlarından olan Emil Balayev. Emil, bayramı mübarək. Bugün Neftçi üçün bayrama qarışıb. Ramazan bayramı, Novruz bayramı və təbii ki, bugün Neftçi üçün qələbə 6-0'lıq bir bayram. Oyunla bağlı hisslərini bölüşmək istərdim. Sən də maçın ikinci hissəsində meydana daxil oldun. Nələr hiss edirsən? Təbii ki, həqiqətən çox gözəl hisslərdir. Yəni, bizim doğma divarlar arasında belə qələbə qazanmaq, bizim azərkeşlərimizə belə qələbə sevinci bəxş eləmək həqiqətən çox gözəl hissdir. Mən bütün Neftçi camiasını, Neftçi azərkeşlərini təbrik eləyirəm. Həm bu qələbə münasibəti ilə, həm Ramazan bayramı münasibəti ilə inşallah neçə belə gözəl bayramlara və neçə belə gözəl qələbələrə hamımız birlikdə inşallah. Emil, xüsusən belə deyək, artıq son turlarda bu daha da çox hiss olunur. Komandada futbolçular arasındakı o belə deyək, əhval-ruhiyyə sanki daha da yaxşılaşıb. Xüsusən azarkeşlərlə də o bağ daha da güclənib. Bu bağ bugün həmçinin bu mövsümdə Neftçini o uğura daşıya biləcəkmi? İnşallah ki, mən fikirləşirəm, yəni bizim komanda, yəni sadəcə komanda deyil, böyük bir ailədir. Ancaq komanda yox, azarkeşlərlə birliyi də nəzərdə tuturam, yəni ki, biz çox böyük bir ailəyik. Yəni, fərqi yoxdur, biz udaq və ya uduzaq, həmişə biz azarkeşlərimizin dəstəyini hiss eləmişik və o bizi həqiqətən də ruhlandırıb. Misal üçün, bizim Turan Tovuzdan oyundan sonra yəni, oyunu uduzmuşduq, ona baxmayaraq yenə də azarkeşlərimiz qələbə səfərinə gəldilər. Yəni, hamı bilir ki, Qəbələ səfəri asan bir səfər deyil. Onlar gəldilər, onların dəstəyi ilə, baxmayaraq ki, hesabda geri idi, yəni də onların dəstəyi ilə biz oyunu 3-1 qazandıq. Yəni, o bizə ekstra bir ruh güc, yəni ekstra bir ruh verir, ekstra bir güc verir. Şükürlər olsun, indi yəni həmin uduzluqdan sonra, məğlubiyyətdən sonra yenə də biz bunu 2 oyun dalbadal uduruq. İnşallah ki, çalışacağıq azərkeşlərimiz üçün bu seriyanı davam elətdirək.